Müəllim, 2 zarafatda 6 qoşa gəlmə hadisəsinin ehtimalı neçədir? Gəlin düşünək. Bir zərin 6 fərqli üzü olduğu üçün hər bir rəqəmin gəlmə ehtimalı 6-da 1-ə bərabərdir. Yəni 6 hadisədən birində hər hansı bir rəqəmin gəlmə ehtimalı olacaq. 6 qoşa gəlmə hadisəsinə gələk. Bunu 2 zər üzərində göstərsək, hər birində biz 6-da 1 rəqəmini alacağıq. 2 müstəqil ehtimaldan söhbət getdiyi üçün bu ehtimallar bir-birinə vurulacaq. 6-da 1 vurulsun 6-da 1 şəklində. Cavabımız isə 36-da 1-ə bərabər olacaqdır. Yəni, belə başa düşürük ki, 6 qoşa gəlmə hadisəsinin ehtimalı 36-da 1-ə bərabərdir. Gəlin belə danışaq. Artıq 2 zərdə 36 fərqli hadisə mümkündür. 6 qoşanın gəlmə ehtimalı isə bir hadisədə mümkündür. Yəni 6 və 6 rəqəmlərinin yanaşı gəlməsində. Bu zaman isə bizim ehtimalımız 36-da 1-ə bərabər olacaqdır. Yəni 36 hadisədən yalnız birində 6 qoşa düşə bilər. Bəs müəllim, kimsə 6 qoşanı ardıcıl olaraq bir neçə dəfə ata bilərmi? Bu artıq şans məsələsidir. Riyaziyyatda isə şansdan çox əsasən hesablamalar rol oynayır.